Salam. Bu gün demək aprelin 11-i 2026-cı il. Demək gəlmişəm arılara baxmağa. Qoyduğum yemləri yeyiblər. 1, 2, 3, 4. Yəni arının vəziyyəti yaxşıdır. Çoxdan da 4 damqada qalıb yenə qıraqdakı çərçivələri görürsünüz. Ara kəsmələr. 2 dənə ara kəsmə. Bizdən gələm dən səsə bax. Mən onu qaldıranda biləcəm ki, onu yiyib qutarıb olacaqlar. Baxaq görək. Bax, genişlənmək üçün bu boyda penoplastdır. Əslində bu qırmızı penoplastlar keyfiyyətli deyil arı üçün. Bu tam 4 küncüdür də, indi vəziyyətini görürsünüz. Deyirləri evdə uşaqlar acından abo yeyir. Bu da həmən söhbətdir. Bu yetimlər də genişlənmək üçün yük çoxdur. Amma genişlənib yandakı ramkaya keçmək üçün nə ediblər? Bunu yeyib qutarıblar. İndi bunların məsələn ramkası 4'dür. Bunu təxminən ya 6 eləyəcəm, ya 7 eləyəcəm. Növbəti həftə yenə də yəqin ki tam dolu olacaq inşallah.